Salam aleyküm Azərbaycan xalqı. Sizi salamlayıram. Mən Abuşov İlkin Azəroğlu, Cəlilabad rayonu Uzuntepe kəndindənəm. 4 uşağım var. Vətən müharibəsinin iştirakçısıyam. Bu da medallarım. Bu da medallarımın kitabları. Bax, yaxşı oxuyun. Cənab Prezident İlham Əliyev tərəfindən verilən. Bu biri. Bu ikisi. Bu da üçü, 3 dənədir. Mən heç bir yerdə işləmirəm. Mən kimlənsə TikTokda hətta yardım istəmirəm. Mənə pul verin, bağlarımı saxlayayım. Yox. İkincisi, Cənab Prezident, sizə təşəkkür edirəm. Öz ailəm adından, öz uşaqlarımın adından, valideynlərimin adından məni amnistə təqdim edirsiniz. Yəni amnistə düşmüşəm. Çox sağ olun, minnətdaram. Allah razı olsun. Cənab Prezident, sizdən bir xahişim var mənim. Xahiş edirəm, bu Cəlilabad rayonu Uzuntepe kəndinənəm mən. Cəlilabad rayonun icra hakimiyyətinə sərəncam verəsiniz ki, mən heç bir yerdə işləmirəm. Mən bir yerdə işləməliyəm ki, sosial yardım etməliyəm. Mən uşaqlarımı saxlaya bilmirəm. Heç bir yerdə də işləmirəm. Hara gedirəm, deyirlər, sənin iş yerin yoxdur. Sosial düzəldənməzsən. Azərbaycan xalqına da xahiş edirəm, artıq dərəcədə bu mənim videomu paylaşsınlar, düşsün kəşfiyyata, Cənab Prezident görsün. Mənə iş yeri lazımdır, mən sosial yardım düzəldim. Mən durub TikTokda yatda yardım yığmıram. Mənim bağlarım ac qalıb, belə filan, mən elə şey istəmirəm. Xahiş edirəm artıq dərəcədə, Cənab Prezident sizdən, sizin xanımızdan, Mehriban Əliyevdən çox xahiş edirəm. Mənə bir dənə iş yeri lazımdır, mən işləyim, bağlarımı saxlayayım, sosial yardım da alım. And olsun Allah, heç bir yerdə də işləmirəm. Xahiş edirəm, bu videomu bəyənin, paylaşın, Cənab Prezident görsün. Artıq dərəcədə xahiş edirəm sizdən. Çox sağ olun, minnətdaram.